Haftadan xəbər. Salam əziz eşidənlər, Ərdəbil Ustanının keçən bir həftədə mühüm olan xəbərlərinə təvəccüh edin. Rəis Cumhurun ictimai dəstiyarı ustanların və bir tədad məsulların istiqbalı ilə Ərdəbilə varid oldu. Ərdəbil ustanları dedi, Rəis Cumhurun səfərinin məhəllindən 165 min milyard real təshilat kəsb-o-kar hovzəsinə ibləğ olub və 15-ci təbsirə məhəllindən də 23 min milyard real ittihadiyyələrə və senfi vahidlərə təxsis tapıb və təzriq olacaq. Ustandə sənət və əsnaf bəxşinə 8400 milyard tümən banki təsilat ixtisas tapdı. Bu təxsisdə Oləviyyət Bumi sərmayə quzarlarındandır. Ərdəbil ustanları kişdə qurulan beynəlmiləli bir nümayişgahda şirkət eləyib və Ərdəbilin həmayişi sərmayə quzarı və Ərdəbil Expo 2025 nümayişgahında şirkət eləməgə holdinglərlə raizəni elədi. Ərdəbil ustanının intixabat stadının rəisi dedi, şuralar intixabatının 7-ci dövrəsinin zamanbəndi bərnaməsinin əsasında kəndilərdə şuralara şirkət eləyənlərin istifa möhləti abanın 24-dən ta 30-una qədər. Rivayət Roşənayi adlı nümayişgahda ustanın xanımlarının təvaməndiləri nümayişə qoyulacaq. Həmi də 300 milyard tümən təsilat xəllaq kəsb-karlara pərdaxt olacaq. Bunu Mavin Umur İqtisadi Ustandarı Ərdəbil Behruz Xəlili xəbər verib artırdı. Noavərana kəsb-karların tövsiyəsinə məxsusən xanımlar arad dövlət 1300 milyard tümən təsilatı qərzul həsənə ixtisas verib və səbtinamlar başlanıblar. Ərdəbil Ustandarı İqtisadi Həmkarı üçün 5 keşverin səfiri ilə görüşdü. Məsud İmamiyə yeganə ki, keçən həftələrdə Ermənistan və Türkiyənin səfiri ilə Tehranda görüşmüşdü. Bu həftədə iqtisadi diplomasi rastasında Azərbaycan, Türkmənistan, Tacikistan, Qəzzaqistan və Belarus keşverlərinin səfirləri ilə görüşdü və onlardan Ərdəbilin beynəlmiləli sərmayəguzarı həmayişinə dəvət elədi. Buracan 45 xarici şirkət bu həmayişdə şirkət eləməyə elanı amadəgi eləyiblər.